Mən Zeynalov Aydın İsaoğlu 1960-cı ildə Bərdə şəhərində. Hal-hazırda Bərdə Dövlət İdarə Etmə və Texnologiya Kollecində fasiləsiz olaraq 38 ildir müəllim, həm də hərbi səfərbərlik üzrə mütəxəssis işləyirəm. Atam Zeynalov İsa Quluoğlu, anam Zeynalova Xavər Qasım qızı. O vaxtı Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub və 1948-ci ildə gəlmişik Azərbaycana. Mən orta məktəbi Bərdə bir nömrəli tam orta məktəbdə 8-ə kimi oxudum. Ondan sonra Bərdədə 105 saylı peşə liseyi var. Orada geniş profilli traktorçu maşınçı peşəsinə sahib oldum. O vaxtı biz Sovetlər dönəmində Sovetlər ölkəsinin daxilində idik. Ümumiyyətcə, Ulu Öndər gənclərimizə böyük önəm verib onları Respublikadan kənarda təhsil almasına həmişə şərait yaradırdı. Və həmin illərdə Ulu Öndərin bir təşəbbüsü oldu. Əlaçı tələbələri Moskvaya, Kremlə SSR-nin bayrağı önündə şəkil çəkdirməyə məsləhət bildilər əlaçı tələbələri. Və Bərdə şəhərinə yeganə mən ilk olaraq orada iştirak etdik. Amma oraya Moskvaya getməmişdən qabaq 26-lar metrosunda Bakıda, 26-lar o vaxtki metronun yanında bir Dzerjinsk adına klub vardı. Dedilər ki, sizləri Ulu Öndər qəbul edəcək. 1976-cı ildə may ayında Ulu Öndər Dzerjinsk adına klubda bizləri qəbul elədi. Və orada bizə də tövsiyə verdi ki, siz Azərbaycanın gənclərisiniz, orada müxtəlif millətlərdən də gənclər olacaq və Azərbaycanın adına layiq orada bir mövqe göstərməlisiniz. Və bizi Moskva şəhərində müşayiət elədi. Azərbaycan Respublikasının Peşə Təhsili Komitəsinin sədr müavini. Orada biz böyük tədbirlər oldu, orada muzeylərə apardılar. Bir həftə ərzində biz orada yəni Moskvanın tarixi yerləri ilə tanış olduq. Və onu gələndən sonra da mən tələbə yoldaşlarıma onlar haqqında öz təəssüratlarımı bildim. Sonradan mən həmin peşə məktəbini qırmızı diplomla qutarandan sonra ali məktəbə imtahansız qəbul olduq. Bir müddət Bakı 16 saylı peşə məktəbində istehsalat təlim ustası, eyni zamanda Həmkarlar Komitəsinin sədri işlədim. 1987-ci ildə o vaxtı Ulu Öndərin sərəncamı ilə Bərdə pambıqçılıq rayonu olduğuna görə Bərdə pambıqçılıq texnikumuna işə düzəldi. Heydər Əliyev yoldaşın bilavasitə iş üstündə əmək bahadırları ilə hərarətli görüşləri mükafata parlaq əmək tələbələri ilə cavab vermək əlaməti altında keçirildi. Bərdə pambıqçıları neçə ildir ki, yüksək pambıq məhsulu uğrunda mübarizənin ön sırasında gedirlər. Bərdəlilərin hər il Əliyev yoldaşın məsləhət və tövsiyələrinə əməli cavabı plandan əlavə təhvil verilən 1000 tonlarla ağ qızıl olur. Bərdə rayonunda keçirilən zona müşavirəsində isə bu ilki pambıq yığımını uğurla başa çatdırmaq üçün faydalı fikir mübadiləsi aparıldı. Və mənim o işdəki fəaliyyətimə görə 1989-cu ildə məni istehsalat təlimi üzrə direktor müavini təyin elədilər. Mən o vəzifədə 2008-ci ilə kimi işlədim, yəni o müddətdə. Burada bir şeyi vurğulamaq istərdim ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatı ilk olaraq mən işlədiyim o vaxtı
Bərdə Pambıqçılıq Texnikumu orada yaranmışdır. Təşkilatın ilk yaradıcısı mərhum Azay Abdiyevə təqiblər vardı. Müxalifət bu konferansı keçirməyə imkan vermirdilər və o bütün sənədlər kollecdə mənim iş otağımda hazırlanırdı. Və nəhayət biz orada bu konferansı başa təşkil eləyə bildik. Orada Yaşar müəllim vardı, Zamanov Yaşar hal-hazırda Ağsaqqallar Şurasının sədri, Xuraman Abbasova gəlmişdi. Sonradan mən həmən o Təzə Məhəllə Ərazi İş Partiya Təşkilatının sədri kimi 2002-ci ildə Ulu Öndərin sağlığında Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təşkilatı önündə bir məsələ qaldırdım ki, aydın məsələdir ki, əlaçı tələbələrə prezident təqaüdü verilir. Amma bizim cənab prezidentimiz İlham Əliyev 2002-ci ildə neft şirkətinin vitse-prezidenti idi. Mən məsələ qaldırdım ki, əlaçı tələbələrimizə qoy gənclərimiz İlham Əliyev kimi savadlı və mübarizə aparmağı bacarsınlar. Başlığı altında əlaçı təqaüdü təsis olundu. Və onlar əlaçılara həmin o təqaüdü biz təqdim elədik. Bu haqda da Yeni Azərbaycan Partiyası mərkəzi aparatının xüsusi buraxılışı var. Yəni o sənədlər də bu günlərim qüvvədə qalmaqdadır. Deməli, biz qeyri-hökumət təşkilatı olaraq, yəni biz layihələri yerinə yetiririk. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə biz layihəmiz vardı. Balaca şahidlər. Bu balaca şahidlər hansı bir mənanı verirdi? Mənfur ermənilərin bizim Gəncə, Bərdə, Tərtər, bir də Ağdama raket zərbələri indirdilər. Həmin o zərbələr, raketlər düşən vaxtı bizim o gənclərimiz, o balacalarımız hansı hissləri keçirdilər? Kimlər bunlara kömək elədi? Həmən o şagirdlərimizin inşa yazıları əsasında bir dənə Balaca Şahidlər kitabı hazırlandı və mən qeyri-hökumət təşkilatının tarixində də mən deyərdim ki, ən yadda qalan, ən maraqlı kitablardan, layihələrdən biri oldu və biz onu müxtəlif kitabxanalara, idarə, təşkilatlara biz onlardan, hətta bizim həmən o qeyri-hökumət təşkilatının Niderlandda nümayəndəsi var, ona da verdik. Bir də Ukraynada, Pavlograd şəhərində Azərbaycan diasporasının sədridir, bizim də orada koordinatorumuzdur, Şüruf Maqsud var, biz onlara verdik ki, yəni bu kitablardan orada bizim o məlumatı vermək üçün onlardan istifadə eləsinlər. Yəni orada maraqlı epizodlar çoxdur, bizim çox gözəl də təqdimatımız oldu. İndi qaliblərə xalçalarda toxunmuş Ulu Öndərin, cənab prezidentimizin dəmir yumruq bir qiymətli hədiyyələrimiz oldu. Çox maraqlı bir layihə oldu. Yəni bu günlərində o tələbələrlə, onlarla bizim ünsiyyətimiz var, yəni münasibətimiz var, ali məktəblərdə oxuyanları da var. Yəni belə bir maraqlı bir təqdimat oldu. Hal-hazırda 93 saylı Dairə Seçki Komissiyasının 7 saylı seçki məntəqəsinin sədriyəm. Eyni zamanda ictimai işlərdə məşğuluq. Bu gün 2 saylı Beynəlmiləl Orta Məktəbi Valideyn Komitəsinin sədri, Bərdə rayon Şəhər Ağsaqqallar Şurası sədrinin müavini, milli dəyərlərin qorunmasına, ziyalıların dəstəyi, ictimai birliyinin sədri. Yəni bu günlərim Bərdə ictimaiyyəti, Bərdə rayon icra hakimiyyətinin başçısı, onun aparatı, Bərdə rayon Yeni Azərbaycan Partiyası, onun rəhbəri Ulu Öndərə sadiq bir, onun siyasətinə sadiqdir. Gənclərimizi də vətənpərvərlik ruhunda həmişə maarifləndirmə sahəsində istiqamətində işlər görürük. Mən
gənclərimizə həmişə tövsiyə edirəm ki, siz mübarizliyi cənab prezidentimizdən, savadlığı cənab prezidentimizdən öyrənməlisiniz. İlham Əliyev bütün dünyanı özünə dost eləməyə bacardı və mən deyərdim ki, bütün dünya liderləri arasında həm savadı, həm şəxsiyyəti ilə seçilir. Biz İlham Əliyevi, biz ağsaqqallar, gənclərimiz İlham Əliyevi, dövlətimizi dəstəkləyirik. Azərbaycanı xilas edən bir hakim partiyanın rəhbəri kimi həmişə İlham Əliyevi dəstəkləyirik və dəstəkləyəcəyik.